Salam, hər vaxtınız xeyir olsun. Mənim adım Rozadır. Mən rəssam, illüstratoram. Uşaqlıqdan bu yana rəsm çəkirəm, amma peşəkar olaraq 2019-dan fəaliyyət göstərməyə başlamışam. Peşəkar rəssam, illüstrator kimi. Hal-hazırda Amerikada yaşayıram. Bir il olar, bir ili bəlkə də keçib artıq. Bir ili keçib, bir il ki Amerikada yaşayıram. Amerikada İngiliscə bilirəmmi deyə soruşsanız, xeyr bilmirəm. Yoldaşım green card udub onunla gəlmişik. Orada hər şey ani oldu deyə. Yəni udacağımızı gözləmirdik. Qismət udduq, gəldik. İngilis dilini amma mən öyrənməkdə çətinlik çəkirəm. Hal-hazırda bu videoda mən rəsm çəkərkən biraz özüm haqqında danışacağam. Ya da xoşladığım bir şeylər haqqında danışacağam. Danışarkən gah buradan gah oradan necə gəldi danışmış olasıyam. Gah bu rəsmdən danışacağam, gah başqa bir rəsmdən danışa bilərəm, ya da materiallardan danışa bilərəm. Ona görə də biraz qarışıqlıq yarada bilər mənim danışığım. Çünki planlı danışmaq məndə heç vaxt alınmayıb. Həmişə məndə çətinlik çəkmişəm planlayıb danışma. Ona görə də belə sadəcə özüm rahat danışasıyam. Ümid edirəm danışığım heç kəsi də narahat eləməz. Arada ola bilsin biraz ifadələrim biraz qəliz ola bilər. Çox sürətli danışa bilərəm. Amma əsasən nədən danışasıyam? Rəsmlə bağlı, bir də özüm haqqında danışasıyam. Yəni mən kiməsə maraqlıyamsa, videonu axıra kimi dinləsin. Maraqlı deyilsə, səsini alsın, qıraqdan musiqi qoysun, rəsmə baxsın, rəsm maraqlısa. Rəsm maraqlı da deyilsə, sadəcə videonu bağlayın və salam. Narahat olmayın. Nə danışırdım? Bu rəsmdə mən adi burada line artı getmişəm. Bardov rəngli bir almışdım. Bunu da Zaktalodan da almışdım. Həm qara, həm də bardov rənglisini almışdım. Onu da özümlə bura Amerikaya getmişəm. Hətta bu eskiz dəftəri də Zaktaloda olanda aldığım, neçə il bundan qabaq aldığım eskiz dəftərini bura getmişəm. Burada davam edirəm. Məndə ümumiyyətlə bir çox da rəssamda da olduğu kimi bir xəstəlik var ki, bir neçə eskiz dəftəri alıram. Bir çox rəssamda eləyir bunu. Alırıq, gözümüz doymur, yenə görürük. Yenə alırıq. Yenə gözümüz doymur. Yenə alırıq. İstifadə də etmirik. Bir səhifəyə çəkirik, qırağa qoyuruq. Sonra başqasına başlayırıq. Sonra bahalısını alırıq. Bahalısına isə qıymırıq. Onu da illərlə qıraqda saxlayırıq. Məndə məsəl üçün bir dənə eskiz dəftəri var. A6 ölçüsündədir. Sulu boya üçündür. Eskiz dəftəri deyil, sulu boya üçün olan mini rəsm dəftəridir ki, onu 2018-in axırlarında falan sifariş vermişdim. Ya da 2019-un əvvəllərində. O mənə gəlib çatmağı 2020-nin əvvəllərində çəkibdi. 2020 əvvəllərində gəlib əlimə çatıbdı. Və bugünə kimi həmin eskiz dəftərini bir dənə xətt belə çəkməmişəm, qıya bilməmişəm ki, bu mənə tapdığım ən keyfiyyətli kağızdır deyib. Amma illər keçdikcə də kağızın keyfiyyəti ölür. Məsəl üçün, mən Zaktaloda olanda 2-3 eskiz dəftəri biri almışdım. Qara eskiz dəftər idi. 80 ya da 120 vərəqli. Onun alandan sonra həmin mağazində özdə birinci dəfə tapmışdım deyə Zaktaloda eskiz dəftərdən o vaxtlar tapmaq biraz çətin olurdu. Sevincimlə hamısını almışdım, görməmiş kimi, yetməmiş kimi mağazinə də demişdim, nömrəsini də götürmüşdüm mağazinin ki, əlaqədə saxlasınlar. Öz nömrəmi də vermişdim ki, yeni bir eskiz dəftər gəlsə, mütləq mənə xəbər edin. Özüm də arada bir yazırdım, hər 1-2 həftədən bir yazırdım ki, yeni materiallar gəldi mi? Özüm də düşəndə bazara baxırdım ki, gəldi mi deyə. Bir gün gəldi, getdim ora. Gördüm orada bir dənə yekə rəsm dəftəri var. Sulu boya üçün olan akvarellə nəsə də yazılıb üstünə A2 formatında birinci dəfə böyük bir rəsm dəftəri görmüşdüm. Mən də onu görməmişcəsinə aldım və indiyə kimi 2017-də ya da 18-də almışdım onu. İndiyə kimi onun içində bir neçə səhifəsini çəkmişəm. Hələ də qıya bilməmişəm onun içində çox çəkmək ki, hayıfım gəlir. Hayıfdır. Hayıfdır deyə uşaq vaxtı nəyə gəldi çəkirdim. İndi böyüyəndən sonra qıyanmıram eskiz dəftərlərinə. Sonra 5 dənə də bir eskiz dəftər almışam. Hətta indinin özündə özümlə bura gətirmişəm. Bütün o eskiz dəftərlərin, hansı ki içində yarımçıq olanlar var, heç nə çəkmədiyimi, hamısını özümlə Amerikaya gətirmişəm. Karandaşlarımı da özümlə Amerikaya gətirmişəm. Sanki Amerikada yoxmuş kimi. Özümdən uzaqda təqib edirəm. Bir də mən arada bir toxuma oyuncaqlar falan nəsə toxuyuram, eləyirəm. İplər almışdım. Özümə oyuncaq toxumaq üçün aldığım iplər var idi. Onları belə özümlə bura gətirmişəm. Hətta toxuduğum bəzi oyuncaqlar var idi. Onları da çamadana qoyub özümlə gətirmişəm. Harasa gedəndə, başqa ölkəyə gedəndə ya da başqa bir ölkəyə
başqa bir rayondan falan köçəndə əsasən birinci götürdüyü şey nə olur harası gedərkən? Paltar olur, lazım olan, birinci önəmli olan şeyləri götürür də. Paltar olsun ya da dərman, iynə, kosmetika, özünə qulluq falan elə şeylər götürür cəmaət. Mən isə bir çamadan tamamilə kağız, rəsm dəftərləri, karandaşlar, iplər, kitablar bunlarla doldurmuşam. Yetməzmiş kimi yoldaşımın da çamadanını da dammışam. Öz çamadanlarımın ikisini də doldurub bir iki dənə paltar götürüb gəlmişəm ki, paltarsız qalmayım deyə. Məndən olsa onun da əvəzinə biraz daha çox şey götürərdim. Məsəl üçün rayonda tərgidiyim tamamlanan eskiz dəftərləri və rəsmlər var idi. Onları rayonda tərgimişdim. Məndən olsa onları da özümlə götürüb gətirərdim bura. Hətta bir neçə kitab var idi ki, rayonda tərgimişəm. Onları da özümlə gətirərdim. Sonra Libra nəşriyyatının kitabları var idi, hansı ki, rəsmlərini mən çəkmişdim. Həmin kitabları da özümlə gətirərdim, amma rayonda tərgimişəm. Heyfslənirəm ki, niyə gətirə bilmədim, kəş gətirərdim özümlə deyə. Sonra özümlə bura qrafik planşetimi gətirmişəm. Bir də notebookumu gətirmişəm. Burada gətirəndən sonra tokada taxma olmuş şey alıb, əlavə başlıq alıb qoşub taxırıq. O da ki, köhnənin notebookdur deyə, düzəməli də işləmir deyə digitalda rəsmi o kompüterdə çəkə bilməm. Ancaq çəkəndə digital rəsmləri iPad-la çəkə bilirəm. Yəni gətirmişəm, orada elə durur qrafik planşetimdə, notebookumda. Qrafik planşetim XP-dən almışdım. Onu da nə vaxt almışdım? Mən ilk dəfə uşaq nəşri kitab, uşaq hekayələri üçün olan kitaba, nəşriyyat üçün kitab, hekayələr, rəsmlər çəkəndə hekayələrə. O rəsmlərdən ilk aldığım gəlirimlə almışdım. Ona görə də o həmin eskiz dəftəri nə idi? Eskiz dəftəri deyim. Onun məndə bir başqa idi. Onu özümlə daşımışam. Və mənim ilk qrafik planşetim ekransız olandı. İşlətmə, indi onun driveri falan yoxdur, vurmaq olmur. Onu belə özümdən bura gətirmişəm ki, yox, olmaz, o mənim ürəyimdir, ilkimdir. İlk göz ağrımdır, o mənimlə olmalıdır deyib, onu belə özümdən bura gətirmişəm. Çünki ilk peşəkar işlərimi görərkən, nəşriyyat üçün rəsmlər çəkərkən həmin planşetdə çəkmişdim. Bakın, onu da mənə Arzu manqasını yazan dostum göndərmişdi. Arzu manqası da 2019-da çəkdiyim, tək bölümünü çəkdiyim bir manqadır. Onun hindiyə kimi bir neçə ikinci bölümün variantlarını çəkmişəm. Daha doğrusu tamamlamamışam. Eskiz storyboardlarını çəkmişəm. Hələ də davam etməmişəm. Ondan sonra bu il bir dənə mini tək bölümlük webtoon formatında hekayə çəkmişəm. Çizgi roman, gündəlik həyatdan. Sonra konkursa qatılmışdım. Çizgi roman yarışması, uluslararası global manga komiks yarışması. Ona qatılarkən ona öz yazdığım hekayənə webtoon çəkmişdim. Onu ingilis dilində webtoon saytına yükləmişəm. Hətta Kidukumu deyə çəkdiyim webtoonu da yükləmişəm. Arzu manqasını da planlayıram ki, onu webtoon formatına salıb birinci bölümünü həm webtoonda paylaşım, həm də Azərbaycan dilində Anifana saytında paylaşım deyə. Həmçinin də istəyirəm bu yarışma üçün çəkdiyimi də istəyirəm Anifan saytında paylaşım. Amma Azərbaycan dilində yazmamışam. Mən onu ingilis dilində, yarışma üçün ingilis dilində eləmişdim. Ona görə onun Azərbaycan dilində tərcüməsi mənə biraz çətin gəlir. ChatGPT-yə də deyəndə o biraz qəribə tərcümə edir. Əslində adi Google Translate-nə baxanda yaxşı tərcümə edir. Sadəcə mən ingilis dilində bilmədiyim üçün biraz qərinizgə sözün bir neçə variantını deyə adamda çaşır. Ona görə bugün gəlir oturum diqqətini necə ona vaxt ayırıb onun tərcüməsini edeyim ki, Anifan az saytına yükləyə bilim deyə. Bu rəsmdə də mən sulu boyanan karandaşlarla çəkmişəm. Axırda da mən videoda bilmirəm görünər görünməz ağ ruçka ilə üstünə getmək istəyərkən ağ ruçka da məni biabr elədi. Ona görə guaş ya guaş ya da akrilik boya ikisindən birisini işlətdim. İkisindən birisinin ağ rəngini işlətmişəm. Mən bura gələrkən özümdən guaş boyalarımı gətirə bilməmişəm. Bax, ona da heyfslənirəm. Çünki müəyyən bir çəki var idi bagajda. Onu aşmamaq lazım idi. Ona görə mən onların heç birini götürə bilmədim. Hamısını rayonda tərgməli oldum. Ona çox heyfslənirəm. Kaş gətirərdim özümdən. Burada akrilik gətirmişəm, amma akrilikdə mən rəsm çəkməyi öyrəşməmişəm.
Bunun hal-hazırda rəsm çəkdiyim eskiz dəftərindən əvvəlki eskiz dəftərimdə akrilik boya ilə rəsm sınağı eləmişdim. 2 dəfə eləmişəm. Birisində internetdən kimsə çəkdiyi bir rəsm idi. Onu çəkərkən etmişdim. Birisi də Black Sheep diye bir mahnı var idi. O mahnı çox xoşuma gəlib. Onunla həvəslənib bir dənə qara qoyun çəkmişdim. Onu çəkərkən akrilik boyanı istifadə etmişdim. Akrilikin materialı əslində belə xoşuma gəldi. Sadəcə düzgün materialı çəkəsən də belə adi eskiz dəftəri hansı ki uyğun olmayan kağızda çəkəndə biraz çətin olur. Bir də mən bu Amerikaya gələndən sonra Prismacolor'un karandaşlarını almışam. Azərbaycandakən aldığım ən bahalı karandaşı 2023'də almışdım. O da Umika'dan kreditle almışdım. 60 neçə manat idi. 12 rəngli Faber-Castell'in neydi adı? Faber-Castell'in peşəkar olan variantı var idi. Onu almışdım. Onu da çəkmə deyə. Ondan da çox çəkməyə qıymamışam. Bu rəssamlarda bir xəstəlikdir. Bahalı bir material alanda onu korlamağa adam istəmir, qıymır. Məsəl üçün o karandaşlarımla indiyə kimi çox bir şey çəkməmişəm. Özdə onun karandaşın ucunu da açarkən adam ürəyə əsir ki, ayda ziyan olar, ucu qırılar, hayıfdır deyə. Amma əslində gərək bunu eləməyəsən, tərgiyəsən bunu. Mən də çalışacağım tərgiyim bu vərdişimi, bu xasiyyətimi. Çünki mən bura gələndən sonra Prismacolor'un portret karandaş seriyasını almışdım. 18 rəng idi deyəsən içində. Onun da keyfiyyəti çox xoşuma gəlir. Gözdə dəri tonları var, amma onu da çox istifadə etməmişəm. Ondan sonra bir-iki ay bundan əvvəl Prismacolor'un biraz böyük rəng paletini aldım. Üzərində qurbağa rəsmi olan. Gəl o qurbağanı çəkib test edeyim. Onu test etmək istəyirəm o karandaşı. Hindiyə kimi həmin karandaşın heç bir şey çəkməmişəm. Çox güman ki həmin karandaşın üstündəki qurbağanı çəkəcəm. O özünün karandaşlarıyla 30 neçəsi rənglidir. 36 rəngdir deyəsən. 36'lık set idi. Aha, karandaşlar 36'lık karandaş setidir. Onunla onun üstündə rəsm çəkəcəm. Ümumiyyətlə belə bir rubrika kimi etmək istəyirəm ki, aldığım karandaşların qutuların üstündə nə rəsm varsa, həmin rəsmi həmin karandaşlarla çəkməyə çalışmam. Bunu canlı yayımda etməyə çalışmışdım. Birisini deyəsən etmişəm. Karandaşların videosu olasıdır. Birisini də canlı yayında edərkən yarımçıq tərgimişdim. O kağız rəsm hara olubdu bilmirəm. Hardasa rəsmlərin arasında olası gərək götürüm baxım onu. Davam edeyim. Bir dahaki videoda ona davam eləyəcəm. Onu tamamlayandan sonra diğer karandaşlara geçip böyle rubrikalar eləyəcəm. Belə. Ümid edirəm danışığım sizi çox incitmədi, narahat eləmədi, çox sıxmadı, yormadı. Çəkdiyim rəsm də ümid edirəm bəyəndilər. Pis deyildi, amma daha da yaxşı ola bilərdi. Gərək bir dahaki səfər daha diqqətli olun. Düzü nəyi də yaxşı deyil bilmirəm, amma rəsmdən anlayışı olanlar mənə desin ki, bir dahaki səfərə mən nəyə diqqət edeyim ki, bu rəsmlər daha belə yaxşı alınsın. Əsasən də sulu boya ilə çəkərkən, yəni sulu boya ilə rəsm çəkməyə öyrəşən biri varsa, yəni sulu boyanın necə istifadə olunması gərəkdiyini bilən biri varsa, yorumlarda da yazsın ki, sulu boyanı belə istifadə elə, necə gəldi istifadə eləmə, dümdüz boyuyursan, elə gedir, o olmaz elə deyə mənə bir dənə yorumlarda yol göstərsinlər ki, bu sulu boyanı mən necə istifadə edeyim. Gözə xoş görünsün deyə. Görüşmək üzərə. Özünüzlə müğayət olun. Gələn videolarda da belə danışasıyam. Ümid edirəm başınız çox ağrımaz səsimdən, danışığımdan. Arada biraz çox danışa bilərəm. Arada biraz sürətli danışa bilərəm. Arada biraz sözlərin, hərflərini yeyib də danışmış ola bilərəm. Danışarkən biraz təsir danışıram. Amma belə danışanda da mənim özümə rahat olur. Yavaş danışmaya çalışanda da dilim biraz düğümlənir. Elə bil ki, sözlər demək daha çətin olur. Görüşmək üzərə. Kanalıma abunə olmağı, videoma like etməyi, yorumlarda da öz fikirlərinizi bildirməkdən çəkinməyin.